Dəyərli izləyicilərim, növbət bir mənzildə hamınızı salamlayıram. Badamdar qəsəbəsində bugün sizləri yeni bir mənzillə tanış edəcəyik. Mənzilimiz yerləşir əsas yolun kənarında, yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində 101 kvadrat 3 otaq studiya düzəlmə bir mənzildir. Yeni təmir olunub və təmirdən də sonra yaşayış olmayıb. Sənədlər tam qaydasındadır. Gördüyünüz mebel təchizatı ilə birlikdə satılır. Keçək mənzillə proyektlə yaxından tanış olaq. Baxın, burada giriş dəhliz hissəsidir. Bu hissədən giriş qapıdan mənzilə daxil olduq. Belə bir gözəl dəhliz hissə bizi qarşılayır. Sol və sağ hissədə qardırob hissələr yerləşdirilib. Ayaqqabılar üçün ayrılmış zolaq, üst geyimlər üçün ayrılmış zolaq və aksesuarlıq hissələri. Buradan daxil olduqda döşəmədə qranit mərmər və istifadədən istifadə olunub. Tam girişin qarşısında belə bir güzgülü açarlıq hissə yerləşdirilib. Çox gözəl dizayn olunmuş bir mənzildir həqiqətən. Ümumi sanitar qovşağı, yataq otağı, uşaq yataq otağı, eyvana çıxış. Əsas yataq otağı daxilində sanitar qovşağı, hamam tualet hissəsi və eyvana çıxış hissəsi. Burada isə böyük bir qonaq otağı və daxilində studiya şəklində bir mətbəx hissə yerləşdirilib. Belə qonaq otağından sizlərə təqdim etməyə çalışacağıq. Baxın, belə bir böyük qonaq otağı studiya şəklində yerləşdirilib. Çox gözəl dizayn olunub, təzə təmir olunub. Mənzilin təmiri zamanı da keyfiyyətli materiallardan istifadə olunub. Baxın, belə bir mətbəx hissə düzəlib burada. Baxın, gördüyünüz kimi bu şəkildədir. Lazım olan hər bir aksesuar da tam şəkildə yerləşdirilib. Döşəmədə laminatdan istifadə olunub. Mətbəxlə qonaq otağının arasını baxın bu şəkildə sirməli vasitə ilə baxın bağlaya bir qonağınız gəldi. Bu şəkildə bağlayırsınız. Orayla, yəni mətbəxlə zal arasındakı əlaqə tamamilə kəsilmiş olur. Və gördüyünüz bu mebel dəstləri də hamısı keyfiyyətli firma məhsullarıdır. Bunlar da hamısı mənzildə qalacaq. Yəni bu şəkildədir. Gəlib əyani şəkildə də mənzilə baxa bilərsiniz. Qapılar da keyfiyyətli qapılardır. Baxın, gördüyünüz kimi bu şəkildədir. Buradan daxil olur giriş isə. Burada əsas yataq otağıdır qeyd etdiyimiz kimi. Qaydanda sizə sanitar qovşağında təqdim edəcəm. Baxın, yataq otağı bu şəkildədir. Yataq otağından eyvana çıxış hissə mövcuddur. Eyvan hissəni pəncərə ilə bağlayıblar. Çox gözəl sərgəli bir eyvan hissə yerləşdirilib burada. Baxın, görürsünüz, çox sərgəli, təmiz. Birbaşa International Caspian Hospital'ın həyətinə baxır. Baxın, görürsünüz, Caspian International Hospital əsas yoldur. Badamdar şosesi. Bu şəkildə də qarşısı açıq gün düşən bir mənzildir. Lazım olan əşyalarla da, mebellərlə də təchiz olunub mənzilimiz. Bu yataq otağının daxilində hamam tualet var. Az öncə sizlərə qeyd eləmişdim. Baxın, buradadır. Lazım olan aksesuarların ən keyfiyyətlisindən istifadə olunaraq yerləşdirilib. Keçək bu şəkildə digər hissələrlə tanış olaq. Burada ümumi hamam tualet hissəsidir. Baxın, burada da hər bir detal düşünərək tam şəkildə təchiz olunub dəyərli izləyicilərimiz. Burada mənzilin uşaq yataq otağı yerləşir. Baxın, bu yataq otağından da az öncəki eyvana çıxış mümkündür. Burada da lazım olan hər bir detal düşünülərək tam şəkildə təmin olunub. Buranın uşaq yataq otağı deyil də, ikinci böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Çılçıraq, pərdə, kombi, batareya tam şəkildə yerləşdirilib. Kondisioner xətti hər otağa çəkilib. Yalnız kondisioner, yəni belə deyək, elektronikalar mənzildə yoxdur. Ümumi məlumatdan keçirik dəyərli izləyicilərimiz. Mənzilimiz Caspian International Hospital'ın yanında 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. 101 kvadrat ümumi sahəyə malikdir. Qanuni 2 otaqdan 3 otağa studiya şəklində düzəlmib. Sənəd kupcadır. Qeyd etdiyiniz kimi yoxdur. Bina infrastrukturla səngin bir ərazidə yerləşir. Geniş həyət yeraltı dayanacaq mövcuddur və 2 sürətli liftdə fəaliyyət göstərir. Mənzilin qiyməti 350 min manat ev sahibi tərəfindən deyilən başlanğıc qiymətdir və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbət çəkişdə və mənzildə görüşənədək Allah satına xeyir versin.